O, Bakının qurtuluşunu, Azərbaycanın istiqlaliyyətini səbirsizliklə gözləyir, Türk əskərini hürriyyət yoluna səsləyirdi. Hələ 9 yaşında olarkən vətən sevgisini, yurduna bağlılığını və torpağının mahiyyətini şeirlərində, hekayələrində böyük ecazkarlıqla tərənnüm edirdi. 18 yaşı tamamlanmış o qız Türk elini, Türk yurdunu düşmən əlində görmək istəmir, Türk oğullarını ayağa qalxmağa, azadlığa, cəngə səsləyirdi. Məğlub olsun, xar olsun, intiqamlar alınsın, Türk bayrağı o zaman göy üzündə parıldar deyib, öz müstəqil dövlətinin bayrağının dalğalanmasına səsləyirdi. Gəncliyinin çılğınlığı, düşmənə nifrəti, yad ellərə qarşı mübarizə şeirlərini bəzəyirdi. O, repressiyaya məruz qalan ilk Azərbaycanlı şairə, Azərbaycanın ilk nasir qadını, Azərbaycanın ilk iqtisadçı alim qadının anası, yazıcı, tərcüməçi, şair anası və yazıcı, müəllimin həyat yoldaşı. O, Azərbaycanın iki məşhur rəssamının anası, Azərbaycan Cumhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, Məhəmməd Əli Rəsulzadənin bacısı. Bütün ailəsi, əri, övladları, bacısı, bacısının övladları, qardaşının övladları, qohumları repressiya qurbanı olan, öldürülən, əzablı günlər yaşayan, torpağından didərgin salınan türk qızıdır. O, Azərbaycan ədəbiyyatının istiqlal şairəsi Ümmü Gülsüm Sadıqzadədir. Ümmü Gülsüm Sadıqzadə 1900-cu ildə Bakının məşhur Novxanı kəndində dünyaya göz açır. İlk təsirini atası, kəndin ruhani, salib seslən nəslindən olan Molla Əbdüləziz kişidən alır. Daha sonra ərəb, fars və rus dilini öyrənir. Kiçik yaşlarından etibarən ədəbiyyata marağı oyanır. 1909-cu ildə ilk şeirini yazır. 14 yaşında artıq dövrü mətbuatda Ümmü Gülsüm imzalı hekayələr dərc olunur. 1914-cü ildə Vətən sevgisi hekayəsi Diriliş jurnalında yayınlanır. 1915-ci ildə Qurtuluş jurnalı müsabiqə elan edir. Müsabiqəyə Solğun Çiçəklər hekayəsini göndərən Ümmü Gülsüm qaliblərdən biri olur. Ümmü Gülsümün qələmi sərt, kəskin, çılğın, iti idi. Misralarında milli ruh, istiqlaliyyət, hürriyyət sədaları aydın görünür. Şeirlərində Türk yurdunun əsarətdən qurtulmağa, Türk oğullarını oyanmağa, mübarizəyə səsləniş hiss olunurdu. Ondakı hürriyyət sevdası boşuna deyildi. Bacısı Ümmülbani ilə evlənmiş əmisi oğlu Məhəmməd Əmin Rəsulzadə və qardaşı Məhəmməd Əli istiqlaliyyət uğrunda mübarizə aparırdılar. Əsərləri İqbal, Yeni İqbal, Açıq söz, İstiqlal, Ədəbiyyat, Şərq qadını, Qurtuluş, Diriliş, Məktəb, Qardaş köməyi və bir sıra qəzetlərdə, jurnallarda dərc edilir. Yazıcı, tərcüməçi və pedaqoq Seyid Hüseyn Sadiq mətbuatda yazıları dərc olunan türk sevdası, şücaəti ilə seçilən gənc xanımdan xoşu gəlir. Ümmü Gülsüm imzası artıq tanınsa da kimliyi bilinmirdi. Onları Ölülər tamaşasının çıxışında Hüseyn Cavid tanış edir və bir müddət sonra elə Hüseyn Cavid Rəsulzadələr ailəsinə Seyid Hüseyn Sadiq üçün elçi gedir. Ancaq 1917-ci ildə şairin anası vəfat etdiyi üçün onlar nişanlana bilmir. Daha sonra isə erməni təxribatları, törətdikləri faciələr, başdakı hərc-mərclik və istiqlaliyyət uğruna döyüşlər səbəbilə evlilik prosesi təxirə salınır. 1918-ci il 15 sentyabr Nuru Paşanın komandanlığı ilə Bakı işğaldan azad edilir. 2 gün sonra 28 mayda qurulan Cumhuriyyətin paytaxtı Bakıya köçürülür. Şairə "Ey Türk oğlu, Türk ordusuna, çəkil dəf ol, əskər anasına", yurdumuzun qəhrəmanları kimi şeirləri ilə zəfərin qəhrəmanlarını yada salır, "Yollarını bəşlərdim" şeirini Nuru Paşaya ithaf edir. Poeziyasının ən məhsuldar dövrünü yaşayır. 1920-ci ilin əvvəlində Ümmü Gülsüm Seyid Hüseyn ilə ailə həyatı qurur. Fikrində hür diyarda yaşamaq və yaradıcılıqla məşğul olmaq istəyinin dolandığı ərəfədə 1920-ci il aprel ayının 23-də Azərbaycan Cümhuriyyəti süqut edir. Parlament binasından üçrəngli bayraq endirilir. Məşhur bayrağı minərkən hicran şeirlərini yazır. Ümmü Gülsümün oğlu əməkdar incəsənət xadimi rəssam Toğrul Sadıqzadə anası haqqında bir xatirəsini bölüşür. Aydın Hüseynzadənin İstiqlal şairi Ümmü Gülsüm kitabında yer alan xatirə belədir. Yadıma gəlir ki, mənim 7-8 yaşım olanda bir gün anam bir bayrağı köynəyimin altından bədənimə sarıdı. Üstündən paltomu geyindirib məni babamgilə apardı. Orada qapını bağlayıb bayrağı açdılar. Məni həyətə oynamağa göndərdilər. Qayıdan baş yolda anamdan soruşdum. O bayrağı neynədiz? Anam ciddi görkəm alıb dedi. O bayraq deyildi, elə-belə parça idi. Sənə sarıdım ki, soyuq olmasın. Anam hiss etdi ki, onun sözünə inanmadım. Ayaq saxlayıb dedi. Bu barədə heç kəsin yanında danışma, heç kimdən bir şey soruşma, yadından çıxart getsin. Sonradan anladım ki, bu parlament binasından yerə atılmış bayraq idi. İçəri şəhərdə saxlayıbmış. Bax, budur Ümmü Gülsüm.
Bütün xatirələrdə məğrur, vətənə bağlılığı hər an hiss edilən və sorğu-sual olunmayan Azərbaycan qadını, anası, Azərbaycan şairəsi. Onun poeziyasını 3 dövrə ayırmaq olar. Cümhuriyyət qurulanadək şücaətli, cəsarətli, odlu alovlu, xalqı ayağa qaldıran misralar. Cümhuriyyət dövrü, fəxarət və qürur hissi, azadlıq apavası. Cümhuriyyətin süqutundan sonra ayrılıq, hüzün, qəm-kədər, təsəlli və ümid dolu misralar. Sovet Respublikasının elan edilməsi və hakimiyyətin sosialistlərin əlinə keçməsindən sonra ailənin başını qara buludlar alır. Təkcə müsavaslarla qohumluq əlaqələrinə görə yox, Turan məfkurəsinin şeirlərində açıq-aydın müşahidə edilməsindən ötürü təhlükə gözlənilirdi. Təhlükədən uzaqlaşmaq məqsədi ilə Xızıya köçürlər. Seyid Hüseyn müəllim işləyir. Ümmü Gülsüm buradakı bir qızcığazın həyatından bəhs edən Gülnisə poemasını yazır. Seyid Hüseynin qardaşı aktyor Mirpaşa ermənilər tərəfindən öldürülür. Sadıqzadə ailəsi Bakıya qayıtmalı olur. 1921-ci ildə ilk övladları Oktay, 1923-cü ildə Cığatay, 1926-cı ildə Toğrul doğulur. Yaxın qohumlarının Sayər adlı qızlarını övladlığa götürürlər. 1929-cu ildə isə qızı Qumral dünyaya gəlir. Ailəsini dolandırmaq üçün Seyid Hüseyn mətbu orqanlarda çalışır. Orta məktəbdə, texnikumda müəllim işləyir. Ümmü Gülsüm vaxtının böyük hissəsini ailəsinə ayırır. Uşaqlarının böyüməsi, təlim tərbiyəsi ilə məşğul olur. Könlü qırılmış, qanatları sınmış gənc şairə ara sıra qüssəli və bir o qədər də gələcək ümid dolu şeirlər yazır. Yazdıqları sərhədi aşıb Türkiyədə dərc olunur. 20-ci illərin ortalarında Ümmü Gülsümün həyat yoldaşı Seyid Hüseyn Sadiq müsavasılarla yaxınlıq etdiyi üçün təqiblərə məruz qalır, həbs edilir. Bir müddət sonra azad edilir. 1937 faciənin tüğyan etdiyi dövr. Seyid Hüseyn Sadiq Pan-Türkistan damğası ilə həbs edilir. Ümmü Gülsümün bacısı Ümmül Banu, 4 övladı, qardaşı Məhəmməd Əlinin həyat yoldaşı Raziyə xanım və övladları sürgün edilərək öldürülür. Ey vuzlu şimaldan qopan ruzigar, ey murdar çöhrəli, ey mənhus sima kimi sərt misraların müəllifi, Mais duyğuları şeirində əlbət bir gün yeni Azərbaycan istiqlala ərəcək sözləri ilə Sovet sisteminə, müstəmləkəçiliyə qarşı çıxan Ümmü Gülsüm repressiyadan canını qurtara bilməzdi. Qəzetlərdə şairə haqqında kəskin tənqidi yazılar dərc olunurdu. 1937-ci ildə Ümmü Gülsüm Sadıqzadə həbs edilir. Bayıl həbsxanasına aparılır. Evi, əşyaları əlindən alınır. Əsərləri qadağan edilir. 6 ay Bayıl həbsxanasında yaşadığı dəhşətli günlərdən, qadınlara çəkdirilən istirablardan bəhs edən Qala Xatirələrim adlı gündəlik yazır. 1938-ci ildə 8 il iş kəsilərək sürgünə, Telmaq əmək islah düşərgəsinə göndərilir. 3 uşağa baxmaq gənc səyyarənin öhdəliyinə düşür. Qısa müddət sonra böyük oğlu Oktay həbs edilərək sürgünə göndərilir. Cığatay kimsəsiz cəbhəyə göndərilir və xəstələnərək geri dönür, vəfat edir. 1944-cü ilin iyun ayında şairə islah düşərgəsindən azad edilir. Bakıya qayıtsa da ona yaşamağa icazə verilmir. Çarəsiz qalıb Şamaxıya köçür. Otaq kirayələyib yarı ac, yarı tox yaşamağa çalışır. Ümmü Gülsüm bir neçə ay burada qaldıqdan sonra 1944-cü il sentyabrın 17-sində 15 yaşlı qızının qollarında əbədi dünyaya qovuşur. Bolşevizm və Stalin repressiyası elimizdən kimləri qopartdı? Bir millətin beynini qazıdı. Bir torpağın yaddaşını boşaltdı. Milləti var edən mədəniyyətdir. Mədəniyyəti qoruyan sənət. Bakının qurtuluşu ilə Cümhuriyyət mədəniyyəti qorudu, inkişafına çalışdı. Bakının süqutu ilə Bolşevizm mədəniyyətimizin yolunu tıxadı. Xalqın dəyərlərini sildi. Bayraq enərkən Ümmü Gülsümün ahı buna idi. Artıq sözün gücdən düşdüyünü, gücün sözdən daha dəyərli olacağını bildiyi üçün müstəqil olmayan dövlətin öz mədəniyyəti, öz ağlı, öz sənəti, öz sözü, öz ruhu olmaz. Ümmü Gülsümün repressiyası ruhun repressiyası idi. Cümhuriyyəti quranların ruhunun, Cümhuriyyəti qorumaq üçün türk qanını daşıdıqlarını yada salan, savaşa çağıran, istiqlala hayqıran şairin ruhunun repressiyası. Ümmü Gülsüm Sadıqzadənin Qala Xatirələrini, məktublarını oxuduqdan sonra aydın bir ailənin, aydın bir nəslin hansı əzablar çəkdiyinin, bir ananın nələrə qatlaşdığının, yurdunun hürriyyətini istəyən, milli kimliyi, türk olmağı ilə fəxr edən və bunu dilə gətirən bir şairin necə cəzalandırıldığının, nələr yaşadığının şahid olmaq olur. Ümmü Gülsümün vətən sevgisini işgəncələrə məruz qaldığı, həbsxanada yazdığı şeirindən görmək olur. Ey gözəl vətənim, eşqinlə sənin, gözlərim yaşardı, dilim titrədi. Vətən eşqi ilə yaşayanlara, yaşadanlara və yaşatmaq üçün can atanlara hörmətlə.